Mənim dəvətimi qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlayıram. Bugün bizim paradda əziz qardaşım Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı hörmətli Rəcəb Tayyip Erdoğan iştirak edir. Əziz qardaşım 2-ci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan ordusuna öz dəstəyini göstərirdi. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Erdoğan'ın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Müharibədən və şanlı zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə, müttəfiqlik səviyyəsinə qaldırmışlar. Və bugün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür. 5 il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyip Erdoğan bizimlə bərabər idi. Bugün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Və bugün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Və bu üç ölkənin, Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür.